Salam hörmətli müəllimlər. MİQ 2026-cı ilin suallarına baxacağıq. Deməli, belə bir sual var. Bizdən J2-ni soruşur. Gəlin x-in yerinə 2 yazaq. Olacaq F2. Harada x varsa 2 yazıram. J2 2 minus 1 1. Burada yazıram. J2 4 10 14 çıx 2F2. Baxın, bizdən J2 lazımdır. Biz F2-ni ləğv etmək istəyirik. Gəlin biz burada nə edəyik? J2-ni yəni bura ataq. F2-ni bu tərəfə. Olacaq F2 bərabərdir J2 plus 1. Olacaq 2F2 bərabərdir 14 çıxılsın J2. İndi bunu mən mənfi 2-yə vururam hamısını. Bu da mənfi 2 eləyəcək. Sonra tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda bunlar islah gedir 0. Mənfi J2, mənfi 3J2. Mənfi 2, o da 14. Neçə eləyəcək? 12. Əgər səhv hesablamadımsa, J2 buradan olacaq 4-ə bərabər. Keçək növbəti suala. Deməli, böyük çevrə xaricdən kiçik çevrəyə toxunur. Bu da koordinat başlanğıcı toxunma nöqtələrini verib. Bizdən YS-ni soruşur. Yəni buranın x-i soruşur. Kiçik çevrənin radisi 3-dür. Yəni bura 3-dürsə, gəlin bunları birləşdirək. Bunu birləşdirək. Baxın, bu 90 dərəcədir. Çünki toxunma nöqtəsidir. Bu, həm də böyük çevrənin radisidir. Doğru mu? Deməli, bura 3 plus x olacaq. Burada 3 plus x daxı. Bu da böyük çevrənin radisidir. Böyük çevrənin radisidir. Onda bura neçə olacaq? 3. Onda belə bir düzbucaqlı 3 bucaq aldıq da. 3 plus x. Burada 3 plus x. Bura 6 plus neçə olacaq? X olacaq. Buradan hesablasaq 3 plus x-in kvadratı üstəgəl 3 plus x-in kvadratı bərabər də 6 plus x-in nəyinə kvadratına. 9 üstəgəl 6x plus x kvadratı plus 9 plus 6x üstəgəl x kvadratı. Burada 36 12x x kvadratı. Bunların biri islah gedir. Olur x kvadratı. 6x 12x bunlar islah gedir. 18 bərabər olacaq 18-ə. X də buradan olacaq 3 kök altda 2. Yəni doğru cavabımız 3 kök altda 2. Onsuz da bizdən də x-i soruşurdu. Növbəti 3-cü sualı yazım. Deməli, belə bir düzbucaqlıdır. Deməli, 1, 2, 3, 4, 5 hissəyə bölünüb bərabər hissəyə. İzlə dəqiqə biraz böyük çəkin. 5 hissəyə bölək. 1 2 3 4 5 hissəyə. Bunlar bərabər hissəyə bölünür və bunlar kvadratdılar da hamısı. Yəni 1 1 1. Yəni bizdən bilirsiniz nəyi soruşur? Buradan bura və buradan bura. Bizdən bu bucağın tangesini soruşur. Bu bucaq bura 1'dir, bura 1'dir, bu da 1'dir, 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 1'dir. Bura 90 dərəcədə. Gəlin burada mən alfa deyim, bura bir beta deyim. Birinci tangens alfanı tapaq. Tangens alfa nədir? Qarşıdakı katetin bitişik kateti. Yəni 2'nin 1'ə 2. Gəlirəm bura tangens beta. 3'ün 1'ə 3. Olacaq tangens alfa plus beta. Olacaq 2 plus 3 5. 1 çıxılsın 5. Yoxsa yox 6. Üzr istəyirəm 6.
Yəni buradan da doğru cavabımız olacaq -1. Yəni tangent alfa plus beta -1 idi. Dördüncü sual. Limit x yaxınlaşır sonsuzluğa. 2x minus 1-dir səhv eləməsəm. Yoxsa 2x minus 3 idi. Desəm bura 2x minus 3 idi. Bura 2x plus 1 idi. Belə bir ifadə idi. Yuxarıda da x plus 1 bölü 2-dir. Yəni əgər səhvdir. Yəni bu limiti baxın. Sonsuzluq qoyanda sonsuzluq üstü sonsuzluq olur. Yəni ikinci görkəmli limit. Gəlin bu hala salaq. Bunu 2x plus 1 çıx 4 yaza bilərəm. Bu da 2x plus 1. Bunu parçalayıram. Bu da 1 minus. Yəni əgər belə idisə, yəni tam yadımda qalmayıb. Yəni 2x plus 1. Yəni mahiyyət camı eynidir. Deməli olacaq, bura y-ni verəcək. İndi gözləyin. Limit x yaxınlaşır sonsuzluğa. Bir üstə gəlinsin. -4. 2x plus 1. Yuxarıda tərsini yazıram. 2x plus 1. -4. Sonra -4. 2x plus 1. Vurulsun buna 2x plus 1. Baxın bu isə y'dir. Y üstündə. Burada olacaq -2x minus x çarpanında 2 qalır. Minus 2. Aşağıda da 2x plus 1. Bu da olacaq y üstü -1'ə. Amma orada səhv eləməsəm müsbət 1 alınırdı. Müsbət 2 alınırdı. Onda hansısa rəqəmi səhv yazdım. Yəni y üstü 1 alınacaq. Doğru cavabımız y üstü 1. Sonra hansı sual var idi? Aha. 5-ci sualda bu yəqin ki. M üstəgəl 1 bölü m 5'dir. M plus 1 bölü m 3'tür. Mn üstəgəl 1 böl mn'i soruşur. Gəlin bunları tərəf-tərəfə vuraq bir-birinə. Vuranda nə olacaq? Mn, yəni bir çoxəllini çoxəlliyə vururam. Üstəgəl m bölü m. Sonra bunu vururam. M böl n. Sonra 1 böl mn bərabərdir 15'ə. Bunların cavabı 2 eləyir. Qalır burada mn üstəgəl 1 böl mn 15'dən də 2 çıxarsız. Cavab neçə qalacaq? 13. Yəni doğru cavabımız 13. Sonra belə bir sual var idi. Kök adda 3-cü dərəcədən 2 üstəgəl 1 böl kök adda 2 üstündə 10. Tam ədədin əmsalı. Yəni bunu tam ədəd eləyən. Yəni bu uzaqdan da belə deyə, yaxından da görsənir ki, yəni bu 3 nə zaman bundan islah gedə bilər? Bunun üstündə 6 olsun, bunun üstündə 4 olsun. Onda belə yazacağıq. Kombinzon 10'dan 4 olacaq. 3-cü dərəcədən 2 üstü 6 1 bölünsün 2-ci dərəcədən 4. Yəni bunu hesablasaq 10 üstü 4 10 üstü faktorial böl 6 faktorial 4 faktorial. Yəni bu olacaq 7 vur 8 vur 9 vur 10. Bura 1 2 3 4 4 2 8 9 3 3 210 eləyir. Bunları da hesablasaz görəcəksiniz ki, bundan bu ixtisar gedir 2 üstü, yəni kvadrat 4 qalır. Bundan bu ixtisar gedir, yenə 2 üstü 2 qalır, yəni 4 eləyir. 4 ilə 4'də 1 qalır, yəni bunun cavabı 1 eləyir. Yəni onsuz da bizdən bunu soruşurdu. Yəni doğru cavabımız 210. Sonra yəni bir dənə də asan sual var idi. Onsuz da hələ ki asandır. Belə bir sualdır.
fx bərabərdir 3x kvadratı çıx 4x plus 5 funksiyasının x0 bərabərdir 2 nöqtəsində bucaq əmsalını. Yəni bucaq əmsalı nədir? Törəmənin x0-dakı qiyməti k-nı verir. Gəlin törəməni tapaq. 6x minus 4 yəni f x törəmə. Buradan da 2-ni yazanda olacaq 12 minus 4 yəni doğru cavabımız 8. Sonra belə bir asan sual var idi. S11 çıx S8 bərabərdir 114-ə. S4 çıx S3 bərabərdir 8-ə D-ni soruşur. Bu S4 çıx S3 onsuz da A1'i verir. Yəni A1 daha doğrusu S4'dən S3'ü çıxırsan da A4'ü verir. A4 burada neçədir? 8. S11'dən də S8'i çıxan da qalacaq A9, A10, A11 bərabərdir 114'ə. Aydındır da yəqin ki. Onsuz da bu 2A1'i verir. Yəni buradan baxsa 2A10'u verir deyənə. Yəni bunların ədədi ortası 2A10'u verir. Yox, əgər o ağlınıza gəlməzsə bunu açanda A1 üstəgəl 8'dir. Üstəgəl A1 üstəgəl 9'dir. A1 üstəgəl 10'dir. Bərabər 114'ə. Yəni buradan alınır 3 dənə A1 üstəgəl 27 dənə D 114'ə. Hər tərəf 3'ə böləndə A1 üstəgəl 9D bərabər 114'ü 3'ə böləndə 38. Yəni bu da gəlin bunun da açılışını yazaq. A1 üstəgəl 3D bərabərdir 8'ə. Tərəf-tərəfə çıxsam 6D bərabərdir 30'a. D də buradan olacaq 5. Bizdən də onsuz da silsilə fərqini soruşurdu. Yəni doğru cavabımız 5. Sonra belə bir sual var idi. X letir 40%li ilə letir Y faizli qarışdırıldıqda 40%li məhlul alınır. X plus Y'yi 60 verib, Y minus X'i soruşurdu. Baxın, X vur, yəni belə bir düstur deyəcəm sizə. M1 vur P1, M2 vur P2 bərabərdir M1 üstəgəl M2 vur P. Gəlin yazaq 40X üstəgəl 30Y. Baxın, məhlul bundan budur. 30 plus X vurulsun 40'a. Hər tərəf ona bölsəm 4X 3Y 30 plus X vur 4'ə. 4X plus 3Y bərabərdir 120 plus 4X'a. 4X'lər gedər. Y'in buradan 40 olduğunu alınır. Y burada 40'dırsa onda X'da 20 olacaq. 40'dan 20 çıxacaq. Cavab olacaq 20. Sonra belə bir sual var idi. B1, B2, B3 səhv eləməsəm 39 idi. Əgər səhv etmirəmsə. Sonra bizdən belə bunu deyil. Bir də bunu vermiş. Loqaritm 3 əsasdan B1, 3 əsasdan B2, 3 əsasdan B3 bərabərdir 6'dırsa, Q-nin kiçik qiymətini soruşur. Gəlin belə bir şey açaq. Bu loqaritma 3 əsasdan B1 vur B2 vur B3 deməkdir. Bu da 6 edir. B1 vur B2 vur B3. Bu da 3 üstü neçədə 6'dır. Gəlin bunu açaq. B1 vur B1 vur Q vur B1 vur Q kvadratı bərabərdir 3 üstü 6'ya. Burada olacaq neçə? B1'in kubu, Q'nun kubu. Bu da 3'ün kvadratının kubu yazaram. Onda olacaq B1 vur Q olacaq 9'a. İndi burada belə bir şey verib. Gəlin bunun da açılışını yazaq. B1 vur Q, B1 vur Q kvadrat 39'a.
İndi baxın B1-i mötərizədən xarica çıxası 1 üstəgəl 2 kvadrat bərabər 39. B1-in yerinə 9 böl Q yazacağım. Olacaq 9 böl Q vurulsun 1 üstəgəl Q kvadrat bərabər 39-a. Bunu 3-ə ixtisar aparsam 3, burada qalacaq 13. İndi bu olacaq 3 üstəgəl 3Q üstəgəl 3Q'nun kvadratı bərabər 13Q'yə. Buradan alınacaq 3Q kvadratı minus 10Q üstəgəl 3'ə bərabər 0'a. Buradan diskriminant olacaq 100 çıxılsın 12, 36, 64'ə. Yəni 8. Buradan olacaq Q1 bərabərdir 10. Bizdən kiçik qiymətini çıxır 8 böl 6'ya. Bu da 6'da 2, yəni 3'də 1. Bunda desən dövrdə 3 yazmışdı. Yəni doğru cavabımız buydu. Sonra başqa nə var idi?